Hörmətli izləyicilərimiz, bugünkü təqdimatım 2.5 sotda möhtəşəm bir 4 otaqlı. Həyətyanı sahəsinin genişliyinə söz ola bilməz. Həyətyanı sahəsindəki bar verən meyvə ağaclarındakı gördüyünüz kimi hamısı illərin ağaclardır, yəni təzə ağaclar deyil. Gözəl bir evdir. Üz görünüşünü görürsünüz, hörmətli izləyicilərimiz. Baxın, üz görünüşü bu cür nədir? Gözəl bir üz görünüşü var. Önündə teras hissəsi də var. Həyətyanı sahəsinə heç bir pəncərə baxmır və həyətyanı sahəsinə rahat şəkildə, yəni 6 avtomobil daxil ola bilər. Kifayət qədər yerdən kürsülüdür, hündür bir ərazidir. Yerləşmə yeri Abşeron rayonu Saray qəsəbəsi. Saray postundan gələndə svetofordan sağa Domlar deyilən binaların arx hissəsində 522 saylı marşrut xəttinə yaxın ərazidə yerləşir. Evin də, torpağın da kupçası var ki, dövlət ipotekasına da yararlıdır. Keçirəm evimizin iç sahəsinin təqdimatına. Xatırladım ki, bütün sayğaclar var, mərkəzi kanalizasiya sistemidir. Kimin dövlət ipotekası ayrılıbsa, dövlət ipotekasının da sahib ola bilər. Bir daha həyətyanı sahəsini göstərim. Gözəl bir hündür ərazi, nəmişlik olmayan ərazidə yerləşir. Daxil olan evimizin iç sahəsinin təqdimatına. Daxil olarkən bölgü dəhliz vasitəsilə aparılıb gördüyünüz kimi qranit metal hissələr hər birisi istipoldan təchiz olunub. Bu hissədə yerləşir. Baxın, bu genişliyində, geniş həqiqətən evin uzunluğu çoxdur. 6 metr hardasa 6-7 arası uzunluğudur. 4 metr 50 sm enində qonaq otağıdır ki, pəncərəsi həyətyanı sahəsinə baxır. 4 ədəd evdən sonuncu qalıb. 4 ədəd evdən sonuncu qalıb. Çünki yerləşmə yerinə görə, həyətyanı sahəsinə görə, evin tikintisinə görə bu evlər satışda qalmır. Burada yerləşir sanitar qovşaq. Bir sanitar qovşaq istipoldan təchiz olunur burada. Bu hissədə yerləşir balaca dedisk otaq. Digər otaqları geniş hörmətli izləyicilərimiz. Burada mətbəx yerləşir, istipoldan təchiz olunub. Bütün kameralarda gördüyünüz kimi mətbəxdə mövcuddur. Pəncərəsi də həyətyanı sahəsinə baxır. Burada isə yerləşir yataq otağından ikincisi. Burada isə üçüncü yataq otağı yerləşir. Evin arxa hissəsində də torpaq sahəsi var, yəni pəncərələri öz ayaqlarının sahəsinə baxıb 93 min start və qiymətli. Yerləşməyin bir daha xatırladıram, Abşeron rayonu Saray qəsəbəsi. Saray postundan daxil olduğunu gəldiniz, svetofordan Yetər Şanlıq sarayına. Çatmamış svetofordan sağa birbaşa evə yol gəlir, 523 saylı marşrut xəttinin yaxınlığında yerləşir. Əlaqə nömrəmiz 051 635 17 97 nömrəmizdə əlaqə saxlayıb daha doğru məlumat ala bilərsiniz. Zəhmət olmasa kanalımıza abunə olmağı, videoları bəyənməyi unutmayın. Sizin dəstəyiniz bizim üçün çox önəmlidir. İzlədiyiniz üçün bir daha hər birinizə təşəkkür edirəm.